Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99% boşanmalar. Çünki mənim də nəslimdə boşananlar var da, amma razılaşmıram. Razılaşmıram. Mən belə razılaşmıram ki, mənim də deyək ki, kimimsə boşanıbdır. Amma mən baxmayaraq ki, deyək ki, qız tərəfin qohumuyamsa, mən oğlan tərəfdən danışaram ki, oğlan tərəf haqlı görmək istəyirəm, haqlı görürəm də. Çünki mən bilirəm ki, qız tərəfdədir günah, problem qız tərəfdədir. Çünki istər-istəməz adi baxırlar. Əgər mən bilirəm ki, o ailədə... Yox, bəzilərində deyirəm, mən özümdən götürürəm, öz ailəmdən götürürəm söhbəti. Bax, məsəl üçün, əgər mən bilirəm ki, o ailədə əgər ata qızına bircə kəlmə desə ki, otur, sənin ailənin yanıdır yerin, o qız gedər də ailəsinə sahib çıxar, hər şey də gözəl olar. Amma evdə ki, valideyn deyirsə də ki, yox, istəmir, gitmir, qızım özü bilər. O oldusa, oğlan evi həqiqətən də yerdən göyə haqlıdır. Yerdən göyə haqlıdır, amma qız tərəf yox. Və qəbul eləmirəm və hətta mənim aləmimdə belə bir şey var. Baxmayaraq ki, mənim qohumum olsa, qohumumdur və yaxud belə canım ciyərimdir, mən o ailəni öz həyatımda, öz ürəyində üstdən xətt çəkirəm, silirəm. Ciddi bir səbəblər olarsa, bu başqa məsələ. Əgər gündə sən döyülürsənsə, təzyiqə məruz qalırsınsa, bu başqa məsələ. Biri də var ki, məsələn, bu şey niyə buradadır, buradadır, bundan ötürü ailədə, bu gülünc bir şeydir. Buraya qoymamışım, çox üzr istəyirəm. Bir də olmaz. Bu belə desə daha yaxşıdır, məsələni deyirəm.